115 bölünsün 31 nisbətində tam hissəsini tapın. Tam hissəni tapmaq üçün 115-i biz böləcəyik 31-ə. 31-ə böldükdə 3 dəfə düşür, 93 qalır. 115-dən 93, 22. Deməli, bizim tam hissəmiz olacaq 3. Bizdən soruşur ikinci sualda. Əkob 7, 60 vurulsun, əbob 7 vurulsun, 60. Biz bunu ayrı-ayrı hesaplamayacağıq. Bizim düsturumuz var. Əkob AB vurulsun, əbob AB bərabərdir A vurulsun B-yə. Deməli, biz ondan istifadə eləsək, deməli, 7-ni vuracağıq 60-a. Yəni, cavabımız olacaq 420. D bəndi olacaq. Əməlləri yerinə yetirin. 5 tam 5-də 1 üzərinə gəlsin. 9 tam 13-də 7, çıx 2 tam 65-də 3. Məxrəclər müxtəlif olduğundan demişik biz burada. Məxrəci müxtəlifdirsə, əkob tapmalıyıq 5, 13, 65. Və bunların hər biri elə 65-in bölənləri olduğundan əkobumuz olacaq 65. Yazırıq 5 tam 65-i yazdınız. 65-i bölürük məxrəcə, yəni 5-ə. Aldığımız cavabı vuracaq sürətə. 65-i 5-ə böldükdə 13, 13-ü 1-ə vuranda 13. Üzərinə gəlinsin 9 tam 65-i bölürəm 13-ə 5, 5-i 7-yə vuranda 35. Çıx 2 tam 65-də 3. Deməli, əvvəlcə biz burada tam hissələri hesablayırıq. 5-in üstə 9 gəldi. 14, 14-dən 2-sini çıxanda 12, 65, 13-dən 35, 48, 48-dən 3-ünü çıxanda 45. Burada neyəcəyik? İxtisar aparacağıq. Sürətlə məxrəci 45 ilə 65 getdi. 5-i ixtisar apardım. Eləyəcək 13-də 9. Yəni, B bəndi olmuş olacaq. 4-cü sualda deyir, tənasibi həll edin. Biz burada tənasibin əsas xassəsindən istifadə edəcəyik. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni, bizdə 63 ilə 13 kənar hədlər, x ilə 9 isə orta hədlər sayılır. Yəni, 63 vurulsun 13 bərabərdir x vurulsun 9-a. Deməli, x hesablamırsınız. Burada 63 vurulsun 13 bölünsün 9. Bax, belə ixtisar aparmaq daha rahatdır. 63-ü 9-a böldükdə 7, 7-ni də 13-ə vurduqda cavab eləyəcək 91. Yəni, B bəndi olmuş olacaq. Daha sonra 2 tam 10-da 6 üzərinə gəlinsin 13 tam 5-də 2. Biz burada 13 tam 5-də 2-ni çeviririk. 10-lu kəsirək 2 tam 10-da 6 olduğu kimi yazır. Mən burada necə çevirəcəm? Bax, bunu da 2-yə vururam. Sürəti də və məxrəci 2-yə vurdum. Aldıq neçə? 13 tam 10-da 4. 13 tam 10-da 4 yazdıq. Bu da bizə verir. 13 tam 10-da 10-lu kəsir şəklində yazaq. 13 tam 10-da 4. Yəni, olmuş, olur 16. 256 ədədini 7 və 9 ədədləri ilə düz mütənasib hissələrə bölün. Düz mütənasib hissələrə bölün dediyinə görə, elə biz 7x, 9x şəklində yazıb, cəmləyirik və 256-ya bərabər götürürük. 16x bərabərdir 256. X də bərabərdir 16-ya. Çox vaxt siz 16-nı ilə variant olaraq götürürsünüz. İndi burada yoxdur, amma olanda götürürsünüz. Nə etmək lazımdır? 7-ni 16-ya vurursunuz. Eləyir 112. 9-u 16-ya vurursunuz. 144. Yəni, olacaq C variantı. 7-ci suala baxırıq. Bizə soruşur, mənfi 21, 18, mənfi 19, 0 və 20 ədədlərini artma sırasına görə göstərin. Artma sırası dedikcə kiçikdən böyüyə doğru gedirik və burada ən kiçiyimiz olacaq bizim mənfi 21. Daha sonra gəlir mənfi 19, sonra gəlir 0, 18 və 20. Yəni, variantımız olacaq bizim A variantı. Baxırıq, 8-ci suala baxırıq. Deyir, turist yolun 12-də 7 hissəsini getdikdən sonra mənzilə çatmağa 75 kilometr məsafə qaldı. Turist neçə kilometr yol getmişdir? Getdikdən sonra dediyinə görə biz birdən çıxırıq. 12-də 7-sin.
Yəni 12-ni 1-ə vurdunuz, 12, 7-sini çıxanda qalır 12-də 5. Deməli 12-də 5 hissəsi 75 olan ədədi tapacaqsınız. Biz də bunu tapmaq üçün 75-i bölməliyik 12-də 5-ə. Yəni 75-i olduğu kimi yazırıq. 5 məxrəcə 12. 75-i 5-ə böləndə 15, 15-i 12-yə vurdanda isə 180 edir. Biz 180 nə tapmışıq? Gedilən ümumi yolu tapmışıq. Bizdən də soruşur, neçə kilometr yol getmişdir. 75-i qalıbsa, 180-dən də çıxa bilərsiniz 75-in. Bizə verəcək 105 kilometr. Deməli, cavabımız olacaq burada D bəndi. Baxırıq 9-cu suala. 9-cu sualda verilmiş kəsrləri müqayisə edir. Aha. On altıda 8. 20-də 3. Biz burada nə edəcəyik? 16-da 8-i ixtisar eləsəm, 8 aparsam, 2-də 1. Məxrəclərin bərabərləşdirmək üçün hər tərəfi vursam 10-a, 20-də 10 almış olacam. İndi 20-də 10, bu da 20-də 3. Sizdə necə olacaq? 20-də 10 əlbəttə ki, böyükdür. Yəni, burada işarəmiz olacaq, bizdə böyükdür. Sonra ikincinə baxaq. 36-da 4, 42-də 9. Baxaq görək necə eləyə bilərik bunu. İxtisar eləyək yenə də 9-da 1 qalır bu. Yəni 4-ü ixtisar apardım. 42-də 9, 3 aparsam 14-də 3 eləyir. Aha, mən eləyə bilərəm. Bunu sürətlərini bərabərləşdirmək daha rahat olar. 9-da 1-i yazaram ki, hər tərəfə 3-ə vursam 27-də 3 eləyəcək. İndi 27-də 3, 14-də 3. Biz də bilirik ki, sürətləri bərabərsə məxrəci böyük olan ən kiçik sayılır. Yəni bizim də işarəmiz onda olacaq. Bax belə, yəni kiçikdir. Belə işarəmiz. Biri böyük, biri isə kiçik olacaq. Baxaq variantlara. Aha. D variantı olmuş olacaq. 10-cu suala baxırıq. 10-cu sualda bizə nə deyir? Deyir 9 saata 42 detal hazırlayıb. Deməli 9 saat 42 detal. Usta eyni məhsuldarlıqla işləsə 28 detalı neçə sahada, x sahada hazırlayar. Biz bunu tapmaq üçün bilməliyik ki, bu necə mütənasibdir? Düz mütənasibdir, düzdürmü? Düz mütənasib olduğundan biz bunu çarpaz vururuq. Yəni 9 vurulsun 28 bərabərdir 42 vurulsun x-ə. X də bərabərdir 9 vurulsun 28 bölünsün 42. Baxaq, ixtisarımızı aparaq. 28 ilə 42-ni 14-də bölə bilərik. Hər ikisinin burada 3 qalır, burada qalır 2. Deməli, 9, 2, 18, 3-ə böldükdə isə 6 saat eləmiş olacaq. Deməli, bunu 6 sahada görəcək. Aha. Sonra 11-ci suala baxırıq. Hansı bərabərlik doğru deyil? Baxaq, 48-də 24. Burada ixtisar eləmədi. Yəqin ki, 48-də 24, bəli, 24-də böləndə 2-də 1 eləyir. Deməli, bu doğrudur. 9-da 7, 18-də 14. Sürət və məxrəci 2-yə vurublar. Bəli, doğrudur. 53-də 26, 53-də 25. Xeyr. Yəni, bu doğru bərabərlik deyil. Nə üçün? Çünki 26-dan 1-in çıxıb, 53-dən 1-in çıxıb olmaz. Yalnız sən sürət və məxrəci eyni ədədə vurub və ya bölə bilərsən. Doğru cavab C variantıdır. Bəli, D variantında da 18, 18-ə böldükdə 1 eləyir. Baxırıq 12-ci suala. 25%-i 750 eləyən ədədi tapaq. Bu faizə görə ədədin tapılması qaydasıdır. Və ya biz bunu demişdik ki, tənasüblə də eləyə bilərik. Necə? 25%-i 750 olan ədəd yazırıq. 100%-ə x götürürük. Yəni, x də bərabərdir. Biz 750-ni vuracaq 100-ə.
bölürük 25-ə. Burada 125-ə böldükdə 4, 4-ü də vururuq 750-yə, bizə cavab eləyəcək 3000. Yəni variantımız olacaq A bəndi olmuş olur. Baxaq 13-cü suala. Paltonun qiyməti 80 manatdan 120 manata qaldırıldı. 80 manatdan 120 manata qaldırıldı və qiymət neçə faiz artdı. Baxaq görək. Deməli 80 manatdan 120 manata qalxıbsa biz demişdik ki, əvvəlcə burada biz nəyi tapmalıyıq? Fərqi tapmalıyıq. Yəni yazırıq, sürətdə yazırıq 120 çıxılsın 80. Fərqi tapdıq. Nədən qalxıb? Paltarın ilkin qiymətindən, yəni 80-dən qalxıb. Yazırıq 80-i. Məxrəcə vururuq 100-ə, faizdən ifadə etmək üçün. Bərabərdir. 120-dən 80-i çıxdıq. Elədir 40 bölünsün 80 vurulsun 100. İxtisar etdikdə 2 qalır. 100 faizi də böldük 2-yə 50%. Deməli 50% artım olub. Tənliyi həll edin. 14-cü sualımızda tənliyi həll etmək üçün deməli bizə yazılıb ki, x bölünsün 3 bərabərdir -33. Bizim məhsul bölünənimizdir. Deməli, biz x-i tapmaq üçün -33-ü vururuq 3-ə. X də bərabərdir. Biz 33-ü 3-ə vurduq. 99. Mənfilərin sayı tək sayda olduğumuza görə işarəmiz də olur -99. Yəni, bizim variantımız olacaq D variantı. Baxırıq 15-ci suala. 15-ci sualda ifadəsinin qiymətini hesablayın. Deməli, vurmadır. Vurmada bizdə nə var? Kəsirlər var və qarışıq ədəd var. Bizə demişdik ki, qarışıq ədəd varsa, onu mütləq düzgün olmayan kəsirə çeviririk. 25-dən 6 olduğu kimi yazırsıq. 3/4 üçün yerinə isə yazırıq. 4, 12, 15. Vurulsun 9-da 8. 25 ilə 15-i 5-i aparanda bura 5 düşür, bura 3 düşür, 8 ilə 4 gedir, burada 2 düşür, 1, daha sonra necə ixtisar apara bilərik? Baxaq, 6 ilə 9 apara bilərik. Burada 3 yazırıq, burada 2, 3 ilə də 3 getdi, alınır bizdə 4, sürətdə, məxrəcdə də 5. 5-də 4 cavabımız olacaq D bəndi. Baxaq sonra 16-cı suala. -48 üzərinə gəlsin 59 çıx 13. Baxaq, -48-in üstünə 59 gələndə deməli, neyinirdik? 59-dan 48-i biri mənfi, biri müsbət olanda çıxma lazım idi. 59-dan çıxırıq 48-i. Eləyir bizdə 11. 59-dan çıxdığımıza görə 59-un işarəsini götürürük. Yəni, müsbət olacaq. 11 çıxılsın 13. Burada da eyni qayda ilə modulca böyük qiymətdən çıxırıq. Yəni 13-dən 11-in çıxacağıq 2. 13-ün işarəsi mənfi olduğuna görə cavabımız olacaq -2. Yəni burada cavab olacaq -2. 17-ci suala baxırıq. Bizə nə verilib? A-nın, B-nin, C-nin qiymətlərini verilib və A çıxılsın B minus C qiymətini soruşur. Gəlin yazalım. A-nın yerinə yazırıq 3. Yazdıq. Çıxılsın B-nin qiyməti -6 çıx -9. Yəni C-nin qiymətini yazırıq. Bərabərdir. 3-ü olduğu kimi saxladıq. -6 və burada 2 mənfi yanaşı gəlir. Yanaşı gəldiyindən toplama işarəsi qoyuruq. Daha sonra yenə mötəzənisini həll edirik. 3 çıxılsın. -6-nın üstə 9 gələndə 9-dan biri müsbət, biri mənfi olduğuna görə çıxma lazımdır. 9-dan 6-sını çıxanda 3-ü qalır. 3-də 9-dan çıxdığımıza görə işarəmiz müsbət olacaq. Yəni 3 çıxılsın 3. Yəni bərabərdir 0. Burada cavabımız 0 olacaq. Daha sonra keçirik 18-ci suala. İşin 30% qurtardıqdan sonra hansı hissəsi qaldı? İşin 30% qurtarıb. Düzdürmü? Neçə faizi qalıb? 100%-dən çıxırsınız 30%. Qalır 70%. 70%-i də 100-ün baxaq görək. %70 bərabərdir 10-da 7 hissəsi qalmış olub. Yəni, sizin cavabınız olacaq 10-da 7. Və ya yaza bilərsiniz 0,7 hissə. Bu şəkildə də. 19-cu suala baxırıq. Məhlul məsələsidir. 75%-li 40 litr spir məhluluna nə qədər su əlavə etmək lazımdır ki, 60%-li
məhlul alınsın. Deməli 70%li 40 litr su məhluluna biz əvvəlcə 40 litrin tapırıq ki, nə qədər spirt var? 40-ın 75%-ni tapırıq. Aha, ixtisarımızı aparırıq. Burada bizə eləyir 30. Deməli bizdə məhlulumuz nə qədərdir? 40 qramdır, 40 litrdir. 30 litr orada spirt var. Su əlavə eləyiriksə, məhlula əlavə eləyirik. Ona görə də məxrəcdə yazırıq. Vururuq 100%-ə, bərabərdir 60% məhlul almaq üçün. Biz burada yazırıq 40 plus x 30 bərabərdir %60. %60. Aha, burada biz 2-yə ixtisar eləsək, niyə? Mən sürətləri bərabərləşdirəcəm. Baxın, bizə alınır 50-də 30. Sürətlər bərabər olduğundan məxrəclər də bərabər olmalıdır. 40 plus x bərabərdir 50-yə. X də bərabərdir 10-a. Deməli, bizim cavabımız olacaq 10 litr su olmuş olur. Axırıncı sualımıza baxırıq. 340-ın 55% ilə 70% 200 olan ədədin fərqini hesablayın. 340-ın 55%-ni tapırıq. 340-ı vurduq 55-ə. Bölürük 100-ə. Burada bərabərdir. Deməli, bunlar ixtisar getdi. Cavabımız eləyəcək. Aha, bu da bizə verəcək 187. 70% 200 olan ədədi tapmaq üçün isə biz 210-u vuracağıq 100-ə, bölürük 70-ə, elədi bu bizdə cavab 300. Və 187 ilə 300-ü toplayırıq 487. Bu qədər. Uğurlar sizə uşaqlar.